Gəncənin İmamzadə dini kompleksi və şəhərin bütün məscidlərində Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb. Bayram namazına gələnləri Gəncə İmamzadəsinin rəhbəri, Qafqaz Müsəlmanlar İdarəsinin Gəncəbasar bölgəsi üzrə xüsusi nümayəndəsi Hacı Tahir Abbasov, dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdürü Həsən Məmmədov salamlayıb. Bayram namazı şəhərin bütün məscidlərində və İmamzadə dini kompleksində eyni vaxtda, səhər saat 8-də başlayıb. Bayram namazından sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib. Ölkəmizə firavanlıq, ailələrə ruzi bərəkət, bolluq və dünyamıza sülh arzulanıb. Xatırladaq ki, birlik, bərabərlik və bərəkət bayramı olan Ramazan bayramı Azərbaycanda ayın görünməsindən asılı olaraq qeyd edilib. Martın 30-u və 31-i ölkəmizdə bayram hesab edilir. Fuad Nazimoğlu, Elşad Cəfər, Fənarə Əsəd, APA TV, Gəncə.